Hər gözəl şeyin bir sonu olduğu kimi mübarək Ramazan ayının da bir sonu var və o son bizə yaxınlaşmaqdadır. Mübarək Ramazan ayından sonra gələn qəməri təqviminin, yəni qəməri ayının, yəni Şəvval ayının ilk günü Fitr bayramı günü olaraq adlanır və ya biz ona Ramazan bayramı da, bəzən el adəti olaraq orucluq bayramı da deyirik. Fitr bayramı yaxınlaşdıqca iki mövzu aktuallaşır. Fitrə zəkatı və bayram namazı. Fitrə zəkatı qısa işarə ilə izah oluna biləcək bir mövzu deyil. Geniş izah tələb eləyir, dərin bir şəriət mövzusudur. Ona görə ona toxunmuram. Bu videoda toxunmaq istədiyim sadəcə olaraq bayram namazı, qılınma qaydası və müstəhəbləridir. Həm Fitr bayramı günündə, həm də Qurban bayramı günündə bayram namazı qılınır. Bu namazın tarixinə toxunaraq videonu uzatmaq istəmirəm. Sadəcə olaraq qılınma qaydasına işarə edəcəm. Bayram namazı məsum şəxsin hazır olduğu, aşkar olduğu dövrdə vacibdir və cəmaatla qılınmalıdır. Amma bizim dövrümüzdə, yəni məsum imamın qeybdə olduğu dövrdə isə müstəhəbdir. Cəmaatla da qılmaq olar. Cəmaatla qılına bilən yeganə müstəhəb namazdır. Fərdi də qılmaq olar, qılmamaq da olar. Bayram namazının vaxtı gün çıxandan zəval vaxtına kimi, yəni zöhr azanına kimi olan vaxtı. Həmin vaxt ərzində qılmadığımız təqdirdə isə bayram namazının qəzası yoxdur. Namazın qılınma qaydasını izah etmədən öncə onu qeyd edeyim ki, bizim beynimizə köklü şəkildə belə oturdulur ki, bayram günündə oruc niyyət eləyirik, imsak eləyirik, ondan sonra bayram namazından əvvəl iftar açırıq. Belə şey yoxdur, əzizlərim. Bayram günündə oruc tutmaq haramdır. Həm Qurban bayramı günündə, həm də Fitr bayramı günündə günün istənilən vaxtında hərçənd orucu pozan şey eləməsən belə oruc niyyəti eləsən, orucun batildir, niyyətin batildir. Və günah da qazanırsan, çünki bu günlərdə oruc tutmaq haramdır. Səbəbləri də var, fəlsəfəsi var, onu toxunmaq istəmirəm. Sadəcə olaraq biz nə edirik? Bayram günü həm o gündə fitrə zəkatı gözləyən kasıblara hörmət olaraq, həm Ramazan ayından yenicə çıxmağımıza hörmət olaraq, həm bayram gününə hörmət olaraq bayram namazına kimi heç nə yeyib içmirik, heç bir niyyət etmədən. Bayram namazından əvvəl isə su, xurma, halva kimi şirnilərlə günün ilk qidasını qəbul edirik. İftar açmırıq. İndi isə gələk namazın qılınma qaydasına. Bayram namazı 2 rəkətdir. Niyyəti belə edilir. Bayram namazı qılıram qurbətən ilallah. Fitr bayramı namazı qılıram və ya Qurban bayramı namazı qılıram deməyinizə ehtiyac yoxdur. Hərçənd desəz də olar. Namaz bir daha qeyd edirəm ki, 2 rəkətdir. Niyyətdən sonra təkbirətül ehram, yəni Allahu Əkbər deyilir. Ondan sonra Həmd surə oxunur, Fatihə surəsi və digər istənilən bir surə oxuna bilər. Ondan sonra isə birinci rükət olduğuna görə 5 qunut tutulur. 5 qunutu necə tuturuq? Allahu Əkbər qunut. Elə bir ki, məsələn, Fatihəni və surəni oxuduqdan sonra surəni bitirdik. Allah Əkbər deyirik, təkbir deyirik, qunut tuturuq. Təkbir deyirik, qunut tuturuq. Təkbir deyirik, qunut tuturuq. Bunu bu qayda ilə 5 dəfə icra edirik, yəni 5 dənə qunut tutduq. 5-ci qunutu da tutduqdan sonra təkbir deyirik və rükuya gedirik. Rükudan sonra 2 səcdə, 2 səcdən sonra da qalxırıq namazın 2-ci rəkətinə. 2-ci rəkətində də Fatihə və istənilən surəni oxuduqdan sonra 4 qunut tuturuq. Eyni ilə 1-ci rəkətdə dediyim qayda kimi təkbir, qunut, təkbir, qunut. Bu qayda ilə 4 qunut tuturuq. 4-cü qunutu tutduqdan sonra Allahu Əkbər deyirik və gedirik rükuya. Rükudan sonra 2 səcdə, 2 səcdədən sonra təşəhhüd, təşəhhüddən sonra isə salamlarla bayram namazı yekunlaşır. İndi keçək bayram namazının müstəhəblərinə. Yaxşı olar ki, şəxs Fitr bayramı gününün axşamı şam və xiftən namazlarını qıldıqdan sonra, şam namazını qıldıqdan sonra, xiftən namazını qıldıqdan sonra, Fitr bayramı günü sübh namazını qıldıqdan sonra, ondan sonra da bayram namazını qıldıqdan sonra yaxşı olar ki, bu deyəcəyim qayda ilə təkbirlər desin. Allahu Əkbər, Allahu Əkbər, La ilahə illallahu vallahu Əkbər, Allahu Əkbər və lillahil hamd, Allahu Əkbər, alə ma hədana.
Bu dediyim qayda ilə hərçənd bunu post şəklində də paylaşacağam və açıqlama bölümündə də yazacağam. Bu dediyim qayda ilə bayram axşamı və bayram günü 4 namazdan sonra məğrib, işa, sübh və bayram namazlarından sonra bir neçə dəfə bu təkbiri deməyiniz müstəhəbdir. Yaxşı olar ki, bayram namazından öncə bayram qüslə alasınız. Şəxsin bayram namazına piyada, ayaqyalın və vüqarlı getməyi çox bəyənilən bir əməldir. Bayram namazını qılan şəxsin ən gözəl paltarını geyinməsi hədislərimizdə tövsiyə olunub. Bayram namazının müstəhəb vaxtı günəş bir qədər qalxdıqdan sonradır. Yəni günəş doğdu, gün çıxdı, bir qədər yüksəldi, bayram namazının müstəhəb vaxtıdır. Yaxşı olar ki, Fitr bayramının namazını fitrə zəkatın verdikdən sonra qılasan. Bayram namazının xüsusi bir surəsi yoxdur, amma müstəhəbdir ki, birinci rəkətdə Şəms, ikinci rəkətdə isəĞaşiyə surəsi oxunsun. Bunu oxuya bilməyənlər birinci rəkətdə Əla, ikinci rəkətdə isə Şəms surəsini oxuya bilərlər. Yaxşı olar ki, bayram namazını qılan şəxs, əgər məmumdursa, o heç ki, iqtida eləyir. İmam cəmaatdırsa, yəni pişnamazdırsa, Həmd surəni ucadan desin. Yox, əgər fərdi qılırsansa, yaxşı olar ki, özün Həmd surəni ucadan deyəsən. Hər təkbir dedikdə əli qulağa qaldırmaq müstəhəbdir. Son olaraq onu qeyd edeyim ki, bayram namazını mümkün qədər üstü açıq bir yerdə qılmaq tövsiyə olunub. Allah qəbul eləsin.